2006-cı ilin mayın 9-u və mayın 10-u. Salam mənim gözəl, mənə dəstək olan komandam. Hər vaxtın xeyirli olsun. Gedək sabaha və o birisi günə mayın 9-una və mayın 10-una görək bu bazar günlər nə ilə gəlir, nə gətirir, nə xəbər olacaq. Bəlkə yoldan kimisə çıxacaq. Görək ayın 9-u və 10-u nə gətirəcək, necə olacaq şəxsi həyatda və pulda. Ümumi bu günlərdə kimsə sizə çalışacaq, sizlə barışmaq, bəlkə də ad gününüzdə hədiyyə eləmək, iminə barışan adam da, barışmaq istəyən adam, sizdən yenidən əlaqə saxlamaq istəyən adam addım atacaq sizə. Yenə də, bax, mən bunu deyəndə lazım deyil fikirləşmək, falan kəsin gələcək, qayıdacaq. Siz oturub başlayırsınız konkret hansı insanı gözləməyə və sonra fikirləşirsiniz ki, yox, nəysə mənə bu baxış düşmədi, mən fikirləşdim, insan gəlmədi. Amma reala baxanda, məsələn, dediyim günlərə keçəndə, reala baxanda siz görəcəksiniz ki, hansı insan addım atdı, prosta siz onu saymadınız, çünki fikirləşirsiniz, insan başqa idi. Elə eləməyin. Addım atan atacaq. Addım atan atacaq. 9-u və 10-u. Ümumi götürəndə sabah nə isə görə narahat olacaqsınız. Ya kimisə gözləyirsiniz, ya kimə isə hansısa məsələnin cavabını gözləyirsiniz, ya nə isə həll olmağını gözləyirsiniz. Biraz ona görə narahat olacaqsınız və ya axşamı, ya bazar günü səhəri kimisə sizdən danışacaq, fikirləşirsiniz deyirəm. Elə bir ki, kimdənsə siz cavab alacaqsınız. Kimdənsə siz hansısa məsələnin həll olmağını görəcəksiniz və onun nəyə görə bu məsələ olub biləcəksiniz. Bazar günü isə sizdə elə bir ki, yeni bir həyat, yeni bir gün, yeni bir qərara gəlib, yeni bir nə isə quracaqsınız, nə isə başlayacaqsınız. Mən isə şəxsi baxış üçün əlaqə saxlamaq istəyirəm. Mənim səhifəmdə üstəgəl 79-dan başlayan 46 ilə bir dənə WhatsApp və Max nömrəmdir. Yoruldum bu məlumatı həmişə deməyə. Yazırsınız, ya səs atırsınız və səbirli növbəmi gözləyirsiniz. Növbə sizə çatan kimi mən sizə cavab verəcəm. Zəng vuranları avtomatik atıram bloka. Kim bu dəqiqə fikirləşdi ki, bəs nəyə verirsiniz? Ona görə ki, siz kimi tupoyan insanlar sonra mənim video altında yazırlar. Və sizdə necə əlaqə saxlamaq olar? Bax, ona görə. Pulda sabah çox çalışmaq lazım olacaq. Bazar günü çalışın, istirahət edin əgər sizin imkanınız varsa. Sabah çalışın, işləyin və axşam vaxtı gəzməyə çıxın. Şəxsi həyatda isə addım atan insanla davam eləmək yolu, yoxsa dayandırmaq, düzgün fikirləşin və düzgün qərara gəlin. Xeyirli olsun, mənə dəstək.